Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Hər birinizi salamlayıram. 9-cu siniflər üçün nəzərdə tutulan 10 suallıq növbəti qrammatika suallarının izahına baxırıq. Birinci sual. Fikirlərə uyğun gələn sözü müəyyən edin. Çox mənalı sözdür, amonimliyi yoxdur. Burada baxırıq ki, tək sözü amonim sözdür. Tək, məsələn deyək ki, tək əl, necə əl, sifət kimi, sənin tək, qoşma kimi, tək sənə güvənirəm, ədat kimi işlənə bilər. Zindan sözü amonim sözdür. Məhbusları saxlamaq üçün zindan bir də əmək alətinin adıdır. Bizə lazımdır ki, amonimliyi olmasın. Boğaz sözü düzdür, çox mənalı sözdür. Amma boğaz sözünün amonimliyi də var. İnsanın boğazı həqiqi mənadadır. Bir də dənizdə boğaz, yəni coğrafiyada termin kimi işlənən boğaz. Əsər sözü amonim sözdür. Məsələn, yazılan əsər bir də nədənsə iz əlamət mənasında. Kitab amma amonim deyil, çox mənalı sözdür. Yəni ki, oxuduğumuz kitab həqiqi mənada, həyat kitabı məcazi mənada. 32. Tərkibində uzun tələffüz olunan saitli sözlər zərgəsini müəyyən edin. Maddi A uzanır, əlahiddə A uzanır. Cavabımız A variantıdır. Vitamində uzanma yoxdur, maddə A uzanır. Sarı uzanma yoxdur, rütubət U uzanır. Əhvalatda uzanma yoxdur, hüquqda uzanma yoxdur. Əsasən uzanma yoxdur, ha belə uzanma yoxdur. Cavabımız A variantıdır. 33. Bu sayılardan birindən isim düzəltmək olmaz. Məsələn, ikilik, isim düzəldə bildik. Birlik, isim düzəldə bildik. Üçüncülük, düzəldə bildik. Çoxluq, düzəldə bilirik. Amma azacıq sayından isim düzəltmək olmaz. Cavabımız Y variantıdır. 34. Vurğusu dəyişməklə mənası dəyişən söz deyil. Demək, bölmə. Bölmə əməliyyatı. Vurğu son hecəyə düşürsə isim, 2-yi 2-yə bölmə. Vurğu ilk hecəyə düşürsə feil kimi düşünülür. Vurma əməliyyatı. Yenə vurğu son hecəyə düşürsə isim, məsələn 5-i 5-ə vurma. İlk hecəyə düşürsə feildir. Dondurma dadlıydı. Vurğu son hecəyə düşürsə isim, suyu dondurma. İkinci hecəyə düşürsə feil kimi işlənir. Toplama əməliyyatı. Vurğu son hecəyə düşürsə, demək isim, verilən ədədlər toplama. Vurğu ikinci hecəyə düşürsə feil kimi işlənir. Amma qamma sözü vurğusu dəyişməklə mənası dəyişən söz deyil. Cavabımız C variantıdır. 34. Daha doğrusu 35. Əşya məzmununu ifadə edən dar sözünün amonimi hansı cümlədə işlənmişdir? Demək, əşya məzmununu ifadə edan dar söz deyirsə, yəni dar ismi. Biz indi dar sözünü isim kimi yox, başqa bir mənalı söz kimi, başqa nitq hissə sözünə aid olan söz kimi götürməliyik. Belə zaman hara qoç igid, hara mərdlər çəkirlər, namərdlər dara. Burada söhbət dara çəkməkdən söhbət gedir. Deyən dar çəkilib məhəbbət yolu. Necə çəkilib? Dar çəkilib. Baxın, burada dar çəkilib hərəkətlə bağlıdır. Bu söz zərfdir. A variantında mərdlər çəkirlər, namərdlər dara. Yəni, bu dar ağacına edam mənasındadır. Bizə verilən nümunədən eyni mənadadır. B variantı bizim cavabımız ola bilər. Bu dar ağacları, bu da yenə isim kimi işlənir. Zamanı da dara çəkin, yenə isim kimi işlənir. Dar ağacı yenə isim kimi. Cavabımız B variantıdır. 36. Verilmiş cümlədə eyni halda işlənmiş sözləri müəyyən edin. Qala divarları. Qalanın bu yəlik haldadır. Divarları, yəni qalanın öz divarları adlı haldadır. Şəhərin yəlik haldadır. Qədim demək, qədim adlı haldadır. Tarixindən çıxışlı haldadır. Bizdən nə istəyir? Bizdən eyni halda olanları 1-dən 3, yəni qala da yəlik haldadır, şəhərin də yəlik haldadır. Cavabımız olur D variantı. 37. Fikirlərdən hansı həm çox mənalı sözlərə, həm də antonimlərə aid edilə bilər. Həm çox mənalı, həm antonim. Yalnız qrammatik mənaya malik olmaq bu heç birinə aid deyil. Çünki
Yalnız qrammatik mənniyə malik olmaq o deməkdir ki, yalnız köməkçi nitq hissəsi olsun. Amma çoxmənalı sözdürsə, bu əsas nitq hissəsidir. Antonim əsas nitq hissəsidir. Ancaq məcazi mənada işlənmək çoxmənalı sözlərə aiddir. Eyni nitq hissəsinə aid olmaq. Bəli, çoxmənalı sözlərdə, antonimlərdə, sinonimlərdə bunlar yalnız eyni nitq hissəsinə aid olur. Amonimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olurlar. Yalnız əsas nitq hissələrində özünü göstərmək, çoxmənalı sözlər bəli, yalnız əsas nitq hissələrində özünü göstərir. Amma antonimlər köməkçi nitq hissələrində də, şəkilçilərdə də özünü göstərə bilər. Yalnız leksik mənniyə malik olmaq demək, antonimlər özünü köməkçi nitq hissələrində də göstərir deyə o yalnız qrammatik mənniyə də malik ola bilər. Cavabımız C variantıdır. 38. Sifətlərdən hansı da dərəcə əlaməti qəbul etməyib? Açıq qırmızı azaltma dərəcəsindədir. Dümağ çoxaltma dərəcəsindədir. Alababat azaltma dərəcəsindədir. Yaşıl təhər azaltma dərəcəsindədir. Amma açıq aydın adi dərəcədədir. Açıq aydındır, açıq aşkardır. Bu sözlər həm də zərf kimi işlənə bildiyinə görə əşyadan bağlı olanda sifət olur adi dərəcəli sifət, hərəkətlə bağlı olanda zərf olur. Hansı sözün yazılışı səhvdir? Burada bitki yox, bitki olmalıdır. İlə variantı səhvdir. Çuqundur, hörgüdür, nahiyədir, vergidir. Bunlar hamısı düzgündür. 40. Hansı nümunənin tərkibində numerativ söz işlənməmişdir? Bir qucaq odun, qucaq numerativ sözdür. Saydan isimlər arasında işlənir. Demək, bir vərəq yazı, vərəq yenə numerativdir. 2 maşın adam, maşın numerativdir. 3 nəfər işçi, nəfər numerativdir. Yəni bunlar hamısı saydan isimlər arasında işlənmiş olur. Cavabımız E variantıdır. Bir neçə nəfər, burada bir neçə say, nəfərsə isim kimi işlənmiş olur. Bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənədək.